Aldığım 140 manat, 150 manat maaşdır. Orada mən 5 baş ailəyəm. 5 baş ailəyəm. O 5 baş ailəyə o 190 manat nə puldur ki? Ağcabədi rayon sakini Oruc Övəli Kanal 21 vasitəsilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət edib. Vətəndaş müraciətində ünvanlı dövlət sosial yardımı ilə bağlı üzləşdiyi problemləri diqqətə çatdırıb. Onun sözlərinə görə, ötən ilin avqust ayından etibarən ünvanlı dövlət sosial yardımı almaq üçün dəfələrlə müraciət etsə də müraciətin imtina cavabı verilib. Oruc Övəli bildirir ki, hər dəfə fərqli bəhanələr irəli sürülərək ailəsinin sosial yardım almasına mane olunur. Vətəndaş qeyd edir ki, ailə tərkibi 5 nəfərdən ibarətdir və hazırda aylıq cəmi 150 manat gəlirlə dolanmaq məcburiyyətindədir. Onun sözlərinə görə bu məbləğlə ailənin gündəlik ehtiyaclarını qarşılamaq isə mümkün deyil. Ağcabədi rayon sakini yaranmış vəziyyətlə bağlı dövlət başçısından köməklik göstərilməsini xahiş edir və məsələnin obyektiv şəkildə araşdırılmasını istəyir. Ətraflı vətəndaşın öz dilindən dinləyək. Ağcabədi rayon Hədəsən küçəsində yaşayan Oruc Övəli Qabiloğlu. Mənim müraciətim cənab prezident, cənab nazir Anar Əliyevə ünvanlı dövlət sosial yardımla bağlı müraciət edirəm. Mən avqust ayından bəri sosial yardıma müraciət edirəm. Sosial yardıma imtina verilir. İmtinanın səbəbi bir dəfə deyirlər, sayğacda problem var. Girib sayğacı işçi idarəsindən baxmışam, sənətdən almışam ki, hamısı düzdür. Bir dəfə deyirlər ki, torpaqla bağlı. Torpaq da o bizə məxsus torpaq deyil. Suyun su varması da yoxdur. Yoldaşımın üzr istəyirəm. Atası girlədi o torpaq, 70 torpaqdır. O bizə ehtiyac deyil. Mənim 7 yaşında ən balaca övladımın üzrəm, 3 övladım var. Ən balacasının 7 yaşı var. 2 oğlum var. Gələcəyin əsgərini böyüdürəm. Buradan xahişim cənab prezidentədir, cənab nazirimizədir. Ünvanlı dövlət sosial yardımla bağlı bizə köməklik eləsin. Hər şeyin baha olan vaxtında. Yəni mən Ağcabədi rayon mərkəzi xəstəxanasına 450 manata fəhlə işləyirəm. Onun da elə bir ki, 264 manatın kreditdə verirəm. Anam xəstə olduğu üçün götürdüm. O pul da anam rəhmətə getdi. O pul da anamın yaşında xərclandı. Aldığım 140 manat, 150 manat maaşdır. Orada mən 5 baş ailəyəm. 5 baş ailəyəm. O 5 baş ailəyə o 190 manat nə puldur ki? Bunun kommunalı var, işığı var, suyu var, qazı var, uşağımın yeməyi var, geyimi var, keyimi var. Xahiş edirəm ölkə başçısından, cənab prezidentimizdən, Mehriban xanım Əliyevadan, cənab nazirimizdən, Anar Əliyevdən bizə bu sosial yardımla bağlı kömək eləsin. Dekabrın 17-sində sənəd vurmuşdum. Bu günlərim mənə imtina cavabı gəlir. İmtinanın cavabı da budur ki, zəng eləmişəm, mənə deyiblər ki, sistemdə problem olub. Sistemdə problem mənim bütün hər bir şeyimdir. 2015-ci ildən mən Ağcabədi rayon mərkəzi xəstəxanasında çalışıram. Adına iş də var, nətər deyim, sığortam da tutulur, vergim də tutulur. Mənim 3 dənə övladım var, gələcəyin əsgərini böyüdürəm. Bax, mənim bu uşağıma pensiya düşür. Mən bu uşağıma pensiya çıxarda bilmirəm. Çünki imkanım yoxdur, kasıb adamam. Xahiş edirəm, mənə köməklik eləyəsiniz. Bax, qız övladımdır. Bax, bu oğlum məktəbə getmir, imkan dərdindən getmir məktəbə. Xahiş edirəm. Bu haqda bir tədbir görəsiniz. Mənim sosialım bağlıdır, cənab nazir, cənab prezident, xahiş edirəm sizdən. Biz də bir Azərbaycan vətəndaşıyıq. Ölkənin prezidentisən, Allah səni var eləsin. Allah köməyin olsun. Bizə köməklik eləsən, bu sosial yardımı alaq bizlə. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.